Herkese salam. Bugün Güvən 2025 mərkəzi qaçma təcilinin test A variantının izahına baxırıq. Birinci sualda deyir ki, çevrə üzrə bərabər sürətli hərəkətdə mərkəzi qaçma təcili hansı ifadə ilə təyin olunur? Ümumiyyətlə, çevrə üzrə hərəkətdə bucaq sürətinin, təcilin, sürətin əzbərlənəsi düsturları var. Əgər çevrənin testini işləyirsinizsə, mütləq o düsturları birinci olaraq əzbərləməlisiniz. Gəlin xatırlatma eləyim mən sizin üçün. Təcilin düsturlarını gəlin yazaq. 4 pi-nin kvadratı r n-in kvadratı da bərabərdir. 4 pi-nin kvadratı r bölünsün t-nin kvadratı. Bu hardan alındı? Baxın, burada n-in kvadratı var. Biz bilirik ki, n bərabərdir 1 bölü t, t bərabərdir 1 bölü n. Bunların, yəni periodla tezliyin əlaqə düsturu var. İndi burada n-in kvadratıdırsa, əgər onda 1-in də kvadratı olur, t-nin də kvadratı olur. Bu 1-in kvadratı ilə 1 olur deyə n kvadratı bərabər olur 1 bölü t-nin kvadratı. Mən də gətirdim burada n kvadratının yerinə 1 bölünsün t kvadratını yazanda 1 elə bil burada qalır, yazılmır. T kvadratı düşür aşağı. Sonra nə edə bilərik? Baxın, burada n-in düsturu var. N-in əsas düsturu var idi, xatırlayırsınızsa. N bölünsün t, vahid zamandakı dövrlərin sayı. İndi burada n-in kvadratı deyə mən həm böyük n-i, həm də zamanı kvadrata yüksəldirəm. Onda nə olur yerinə qoyanda? 4 pi-nin kvadratı r n-in kvadratı bölünsün t-nin kvadratı şəklində olur. İndi baxaq görək bura hansılar uyğundur. Baxın, 4 pi kvadratı olmalıdır mütləq. Yəni, düsturlar bu şəkildə oldu. 4 pi-nin kvadratı r n-in kvadratı, 4 pi-nin kvadratı r bölü t-nin kvadratı. Baxın, bu şəkildədir. İndi baxın, a-nı silirik çünki pi-nin kvadratı yoxdur. B də eyni şəkildə getdi. C-də hər üçü həm pi-nin, həm n-in, həm r-in kvadratı yazıb. Burada bu tipli suallarda heç birində r-in kvadratı olmur. Qalırıq D ilə Y-nin arasında. Burada da R-in kvadratı var, N-in kvadratı yoxdur, Y olacaq. R-in kvadratı yoxdur. 2. Çevrə üzrə bərabər sürətli hərəkətdə mərkəzi qaçma təcilinin düsturu. Təcilin başqa düsturları da var. Baxın, A bərabərdir V kvadrat bölək R-dir. A bərabərdir omega kvadratı R-ə bərabərdir. Sonra A bərabərdir omega V-yə bərabərdir. Bu kimi düsturları var ki, bunları əzbər bilməliyik. İndi seçsək, baxın, omega kvadratı R, A variantı. 3-də yenə təcilin düsturunu istəyir. Bayaqlarım yazmışıq omega V. Baxın, D variantı. Çevrə üzrə bərabər sürətlə hərəkət edən cismin sürəti və təcili K nöqtəsində hansı istiqamətdə yönələr? Baxın, oxun istiqamətinə baxırıq ki, x oxu istiqamətində yox. Saat əqrəbi istiqamətində. Saat əqrəbi istiqamətində gələndə bu istiqamətdə, baxın, burada çevrəyə toxunan istiqamətdə olur sürət. Keçdi bu tərəfə. Deməli, bir istiqamətində olacaq. Amma təcil fərqi yoxdur. Hansı nöqtədə olur olsun, həmişə çevrənin mərkəzinə doğru yönəldiyinə görə 3 olacaq. Deməli, 1 və 3, Y variantı. Sonra gəlirik 5-ci suala baxırıq. Yenə təcilin və sürətin istiqamətini istəyir. Amma bu səfər baxın, saat əqrəbinin əksi istiqamətində gəlib. Baxın, qələmi qoyuruq üstünə, çəkirik saat əqrəbinin əksi istiqamətində. Gəldi. K nöqtəsində çevrəyə toxunan yuxarı qalxdı. Elə sürət də çevrəyə toxunan istiqamətindədir. Deməli, sürət 2 istiqamətində gedəcək. Təcil də hara gedəcək? Mərkəzə, yəni 3 istiqamətində. 2 və 3, C variantı. Sonra gəlin baxaq 6-cı suala. 6-cı sualda sürət və təcil vektorlarının təsvir edilmiş vəziyyəti sabit periodla fırlanan diskin hansı nöqtəsinə uyğundur? Deməli, V ilə təcil arasında deyir ki, bunlar bir-birinə perpendikulardır. Bəli, yəni bilirsiniz ki, çevrə üzrə hərəkətdə sürətlə təcil həmişə bir-birinə perpendikulardır. İndi bizə deyir ki, hansı nöqtədə bu şəkildə olar? Baxın, bu o deməkdir ki, təcil hansı nöqtədə yenə mərkəzə doğru yönələcək? Bu istiqamətdə təcil hansı nöqtədə? A nöqtəsində gələr də dostlar. Elə deyil. Baxın, bir diqqətlə baxsaq, A nöqtəsində təcil çevrənin mərkəzinə doğru yönələcək. Elə baxın, elə bil bu xəttdən eynidir. Prosto biraz bu tərəfə, sağa doğru köçürüblər. İndi bu istiqamətdə də deyə sürət, gəlirəm, gətirirəm, gördünüz, A nöqtəsində çevrəyə toxunan sürət getdi. O da yuxarıdır. Baxın, V ilə eyni istiqamətdə. Demək ki, hansı nöqtəymiş? A nöqtəsinə uyğun imiş. Cavab olacaq A variantı. Sonra 7-ci suala baxırıq. 7-ci sual harda idi? Hə, aşağıda. Burada biraz səhv düşmələr olub.
Yerlərini qarışdırıblar səhifələrin. 7-ci sualda velosipedçi yolun AB və BC hissələrində bərabər sürətli, CD hissəsində isə bərabər yavaşdan hərəkət edir. Yolun hansı hissəsində velosipedçi təcillə hərəkət edir? Ümumiyyətlə, bərabər sürətli hərəkətdə təcil yoxdur, bunu bilirik biz. Və bərabər yavaşlayan hərəkətdə də, baxın, burada məsələn, CD hissəsində bərabər yavaşlayan hərəkət edir. Bərabər yavaşlayan hərəkət edirsə, demək ki, burada təcil var, amma sabitdir. Bizdən də soruşmur da, deyir, təcil var, bəli, var. Deməli, təcilli hərəkətdir. DC hissəsi olacaq biri. AB hissəsində adicə düz xətt üzərində gedir. Pilusdakı burada da deyir ki, ağız ilə düz xəttli bərabər sürətli hərəkətdir. Yəni AB hissəsi bərabər sürətli hərəkətdə, orada bilirik də təcil sıfıra bərabərdir, bərabər sürətli hərəkətdə. Çünki sürət dəyişməsi yoxdur. Amma BC hissəsi çevrə üzrə hərəkətə oxşayır. Elə bil dönür, baxın. Biz demişdik, çevrə üzrə bərabər sürətli hərəkətdə təcil də var, sürət də var, amma qiyməti dəyişmir. Yəni bu yox demək deyil də, bərabər təcilli hərəkətdir. Bəli, ona görə BC və CD olacaq, o da Y variantı olacaq cavabımız. Sonra 8-ci suala. Radiusu 4 metr olan, yazıram burada. Verdikcə ümumiyyətlə verilənləri yazmaq lazımdır. Misal, əgər məsələ həll ediriksə, radiusu 4 metr olan çevrə üzrə 2 metr böl saniyə sürətlə, yəni V 2-yə bərabərdir. Hərəkət edən cismin mərkəzə qaçma təcilini tapın, yəni A-nı. Bilirəm ki, A-nın, V-nin və R-in düsturu belədir. V kvadratı bölünsün nə? R. Gətirib yerinə qoyuram. V-miz 2-dir, 2-nin kvadratı 4, R-miz də 4-dür, 4 böl 4 1 eləyəcək. Cavabımız olur 1 metr böl saniyənin kvadratı, C variantı. 9-cu suala gəlirik. Yenə çevrə üzrə bərabər sürətlə hərəkət edən maddi nöqtənin xətti sürəti 12 metr böl saniyədir. Yəni, onun V-si 12-yə bərabərdir. Mərkəzə qaçma təcili isə, yəni A-sı. A da nəyə bərabərdir? 3 metr böl saniyənin kvadratıdır. Yəni, A da 3-ə bərabərdir. Bizdən nəyi istəyir uşaqlar? Çevrənin radiusunu istəyir. R bərabərdir suala. Yenə bayaqki düsturdu mu? Baxın, A bərabərdir. V-nin kvadratı bölünsün R düsturudur. Buradan R-i tapmalıyam amma. R bərabərdir. V-nin kvadratı bölünsün A. Gətirib verilənləri yerinə qoyanda V-miz nə qədərdir? 12. Onun da kvadratı 144-dür. Bölürəm 3-ə. 144-ü 3-ə böləndə 7 dəfə yox, 2 olsaydı olardı. 5 dəfə 3-ün yox, 4 dəfədir. Eləmi? 4 dəfə 3-ün 12, 12, 24, o da 8 dəfə. Eləyirmi? 48. Bəli, 48 metr A bəndi. 9-u həll edib ona baxıram. Deyirəm, burada 48 yoxdur, hay Allah. Sonra 10-cu suala baxırıq. Cismin radiusu 50 metrdir. Deməli, R bərabərdir 50 metr. Aha, bərabər sürətlə hərəkət edir, bəli. Mərkəzə qaçma təcilinin qiyməti 2 metr böl saniyə. Yəni, avtomatik birbaşa yazıram ki, A-mız bərabərdir 2-yə. Qeydlərimi aparıram. Sürəti istəyir, V bərabərdir sual. Elə bu düsturlar hamısı təkrardır ki, A bərabərdir V kvadrat bölə R. Belə yaxşıdır ki, bu düsturlar beyninizə həkk olunur. V-nin kvadratı bərabər olacaq A vur R-ə. Bu V-ni kökdən kvadratdan kurtarmaq üçün türklər demiş. Kök altına salıram bu tərəfə, A vur R. Və salam, A-mız 2-dir, R-miz də nə oldu? 50, o da 100 eləyir. 100-dən nə çıxacaq? 10. Cavabımız olur 10. Yenə 10. C variantı. 11-ci sual. Radiusu 8 metr olan, yəni R 8 metrdir. Çevrə üzrə bərabər sürətlə hərəkət edən maddi nöqtənin periodu 4 saniyədir. Yəni T bərabər olacaq 4 saniyə. 4 saniyə olan cismin təcilini hesablayın. Yazıram, baxın, bayaq yazdığım düsturlardandır. Periodla olan düsturu yazıram. Pi-nin kvadratı R bölək T-nin kvadratı. Elə təcili istəyir deyə birbaşa yerinə qoyuram. 4 vurulsun, Pi-nin kvadratını 10 verib, R-miz 8-dir, T-miz 4-dür, kvadratı 16 eləyəcək. Bununla bu ixtisa getsə, burada 4 qalır, burada da 2 qalır yuxarıda. 2 vurulsun, 10 nə eləyər? 20. Cavabımız oldu 20. 12-ci suala baxaq. Radiusu 8 metr olan, yenə radius 8 metrdir. 8 metr olan çevrə üzrə bərabər sürətli hərəkət edir cisim. Mərkəzə qaçma təcilin qiyməti, yəni A-nın qiyməti 2 olarsa, bucaq sürətini, omeqanı hesablayın. A bərabərdir, düsturumuz nədir?
Ümid edirəm ki, düsturu dediniz öz-özünüzə. Onda mən də yaza bilərəm. Omega kvadratı r-ə bərabərdir. Buradan omega kvadratını tapsaq, a bölək r-dir. Eləmi? Omega da bərabər olacaq kök altında a bölək r-ə. Buradan gətirib kök altında a-mız 2-dir, r-imiz 8-dir. 4-də 1 qalır, ondan da 2-də 1 çıxır. O da 0,5-dir. Eləmi? Deməli, cavabımız eləyəcək 0,5. 13-cü suala baxırıq. Çevrə üzrə bərabər sürətlə hərəkət edən maddi nöqtənin xətti sürətini, yəni xətti sürəti v-si, yəni 12-dir. Mərkəzi qaçma təcili isə 3-dür. 3 metr bölü saniyə kvadratıdır. Radius deyir nəyə bərabərdir? Bu düstur artıq bizə tanışdır. A bərabərdir v kvadratı bölünsün r düsturudur. Amma buradan bizdən r istəyir deyə r tapsam, r bərabər olur v-nin kvadratı bölünsün a-ya. V-miz nə qədərdir? 12, 144 bölünsün 3. Bu da nə eləyəcək? 48 eləyəcək də. Bayaq hesablamışdıq. 144-ü bayaq 3-ə bölmüşdük. Oradan xatirimizdədir. 14-ə baxaq. Açar sözləri yerinə qoyuruq. Çevrə üzrə hərəkətdə trayektoriyanın hər bir nöqtəsində çevrəyə toxunan istiqamətində yönələn sürət 5 bura gedir. Çevrə üzrə bərabər sürətlə hərəkətdə sabit qalır, istiqaməti isə daim dəyişir. Sabit qalıb istiqaməti daim dəyişən xətti sürətin qiymətidir. 3 bura. Xətti sürətin istiqamətinin dəyişmə yeyinliyi ilə xarakterizə olunan mərkəzi qaçma təcili təcil sürət dəyişməsinə xarakterizə olunur da bilirik. Təcil vektoru hara doğru yönəlir? Çevrənin mərkəzinə doğru yönələr. Var burada çevrənin mərkəzi. Sürət radius boyunca çevrənin bəli 6. Sonra verilmiş radiusu çevrə üzrə hərəkətdə xətti sürəti ilə düz. Nə xətti sürəti ilə düz mütənasib asıdır? V bərabər 2V. Aha, baxın tezlik sürətlə düz asıdır. V bərabər 2 pi-r-n düsturu ilə. Amma period tərs asılı olacaq. Periodun qiyməti hardadır? 1. Deməli, nə oldu? 5, 3, 2, 6, 4 və 1 sıralaması. Zəhmət olmasa kanala abunə olmağı və bəyənməyi unutmayın.